Biz bu hesabda bir dənə trade elədik. Deməli, biz burada dünənləri 280 göstərmişdim. Axşama yaxın bir dənə 14'lük əməliyyat götürdüm. 294 oldu dünənləri bizim xeyrimiz yəni. Ondan 204'ünü çıxartdıq və balansda 180 saxladıq biz. 180. Bu günlərdə 180'ın üstünə fikir verin. Səhər saat 7'də başladım. İndi isə 10:46'dır. Saat 10:46'dır. 10:46. 10:46'dır və biz burada deməli $108 63 qəpik götürək. $108 biz bu günləri xeyrdəyik, profitdəyik və oradan 108'dən çıxartdıq 70'in. Qayda var, deyirəm ki, günə 50%'ni çıxartmaq. 50%'dən də çox olar, problem deyil yəni. Mən isə elə bir ki 50%'dən biraz çox çıxartdım, yəni 108'dən. Üstündə qazancım qaldı 38. Yəni 38.63, $38.63 qəpik. Yəni 108 qazancım idi bu günləri plusda, yəni minusa getməmişəm. Kardayam və kardan mən 70'ini çıxartdım. Həmən qazancdan 38'i qaldı. İndi ola bilər axşam daxil olmuş sonra həftənin sonunda və yaxud da ola bilər bir neçə gündən sonra dəftərə yazıram. Onları screen eləyib, yəni şəklini çəkib atacağam yəni əstəğfurullah. İndi sizə bir söz deyim dostlar. Bilməyənlər bilsin. Deməli biz siftə 90'la başladıq. 90-100 tütünə əlavə elədik dostlar. Birinci gün bizim xeyrimiz oldu 44.44 qəpik yazmıyor. Birinci dəfə tradeimizdə. Elə bir ki bu balansın artıq 50%'ini biz çıxartdıq. Yəni xeyrə, kara. Sonra növbəti dəfə biz trade elədikdə 294 oldu. 294. 294 biz artıq bu 90'ın neçə qatını çıxart və biz burada 294'dən mən bugün başlamamışdım və yəni 204'ünü çıxartmışam. 41 qəpikdə var nə qədərsə. O şimdi və balansda nə etdim? 90'dan başlamamışdıq mı? Elə bir ki üstünə bir dənə 90 əlavə elədim ki bir balaca rahat olsun yəni əməliyyatlarda. Yəni yenə də disiplin, stabillik, diqqət yəni tələb eləmək, qrafika baxmaq və s. onlar öz yerində. İndi burada isə bugün mən başladım, artıq 3-cü gün başladım 180'la. 180'la başladım 3-cü gün. İndi mənə bir maraqlı bir şey gəlir. Gözmü 90'a niyə başladım? Bax səbəbini deyim. Normal başlamaq hamı deyir ki 100. Mən bir ki özümü normaldan $10 kəsdim, 90'dan başladım. Və 2 gün ərzində, 2 gün deyəndə, yəni 2 dəfə trade etməyinə, yəni hər gündə, yəni 2 gün trade, birinci gün prosta bu başlanğıcıdır. Yəni indi sizə bunu deməmişdim və bir söz deyim, gəlib mənə biri yazıb ki, şəxsi də, qardaş bu nədir? Günə 200 və yaxud da $50. O nədir ki, heç nə? Mən günə nə bilim 3000, nə bilim 1500 eləyəm. Dostlar, burada bizim məqsədimiz günə 5000, 3000, 2000, 1000 eləmək deyil. Bizim məqsədimiz burada, yəni bunu mən başlamaqda, bunu bir çəkib göstərməkdə çıxarıram ki, bir görəsiz ki, real hesabdır. Yoxsa gəlib yazırlar demo. Artıq demo yazanlar yoxa çıxdı. Görək ki, demo deyil. Və sizə bir söz deyim. Başladıqca, addım atdıqca balans xeyrləri yavaş-yavaş qaldırırsa, stabil qalacaq. Biz 90'la başlamışdıq. 90'la hərəkət eləydik. Bir gün, 3-cü gün artıq biz 180'la başladıq. Nəyin sayəsində? Bizim balansımızın qaydalarına əməl edirik. Sizə nə demişəm? Qayda 1. Deməli, siftə trade etdikdə nə qədər balans qoymusansa, hər gün qazancımı hamısını oradan çıxart. Əslində, birinci gün niyə mən 44 hamısını çıxartdım? Çünki balansın 50%'ini qazanmışdım. Mən onun üstündə qazansaydım, əgər tam ki 100 və yaxud 100 qazansaydım, onu 90'ı çıxartacaqdım, depozit elədim. Və ona görə 50%'ini çıxartmadım. Sonra qazancımın depozitini çıxartdıqdan sonra trade etdikdə, növbəti gündə 90'la davam elədim. Onu gətirdim 294'ə çıxartdım. Yəni, plus 294. Yəni kar 294'dür. Yəni 294 plus 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 294 plus
Onda isə mən 204-ün çıxartdım. Artıq mənim 50%lik balansını çıxarda bilər. 204-ün çıxartdım. Bu günlər isə 180 ilə başladım dostlar. Və 50%-ni çıxartmaq minimum 50% söhbət gedir. Ürəyim istəyir 70-ini çıxartdım. İstəsəydim mən burada 90-ını da çıxardardım. Yəni baba 108-dən 90-ını da çıxardım. Ürəyim istədi 70-ini çıxartdım, 38-i saxladım. İndi növbəti gün mən davam eləsəm də axşam da ola bilər davam eləyim və s. disiplinə, stabilinə və s. gedir. İndi gedirəm, işlərim var. Yəni səhər saat 7-dən günorta saat 10:51 51-dir bax bir dəqiqə 10:51. Yəni 11-ə qalıb 10 dəqiqə. 8 9 hələ 7-dən başladım gözümü ovcalaya, nə bilim çay gətirib qoya. 7-dən hələ yerində durmuşam. Gəlim nə bilim burada çayımı qoydum, yeməyimi qoydum qabağıma, biraz yedim, baxdım, analiz elədim sağına, soluna, bozuna, qrafiki. Demək olar ki 40 dəqiqəm belə gedib. Heç nə sayaq onda öz iş kimi oturmuşuq da elə bir ki 8 9 10 demək olar ki 11-də indi videoda çəkirəm 11 4 saata. Disiplin stabil 4 saata. Çayımı içəcək, nə bilim durub gəzə, baxa, pastel qrafik qabağında oturma. Getdim biraz falan şey vardı, onu biraz evdə gördüm, gəldim. Yəni belə gətirdim 108-ə çıxartdım yəni. Yəni tam otursaydım bunun 3 qatı olmuşdu, 4 qatı olmuşdu. Tam bu 4 saatın ərzində qrafik qabağında tam otursaydım 4 saat olmuşdu. 4 qatı minimum. Burada məqsəd bizim çox qazanmağımızda deyil. Disiplinli, stabilli, günə az qaldıra, yavaş-yavaş. Vaxt gələcək ki, indi 180-lə düzdürmü? Yavaş-yavaş addım atıram. Vaxt gələcək olacaq 1800-dən yavaş-yavaş addım atacağam. Zaman gələcək Allahın köməkliyi ilə yavaş-yavaş addım atacağam. Onda bizim karımız da çox olacaq və s. Bilirsiniz, trade o demək deyil ki, mən bura addım milyonlar qazanacağam, nə bilim milyardlar qazanacağam. Trade odur ki, sən hələ təzə addım atsan, yavaş-yavaş balansını qaldırdıqca çıxar. Görürsün, depozit 90 eləmişəm. Bir balaca sakitləşir insan, 90 depozit eləmişəm, yenə disiplin, stabilliyi saxlamaqla davam eləyim mən yolumu. Hələ 90-ın üstündə də bir dənə də 90 əlavə eləmişəm. Yəni 180-dən bugün başlamışam. 3-cü gün trade'in 180-dən başlamışam. Yəni depozitin 2 qatından başlamışam. Nə olsun, mən indi 108-ə gətirdim, çıxartdım 4 saat arasında. Olsun da ola bilərdi 50-də qazana bilərdim, 40-da qazan. Günə ola bilər 10 dollar da qazanarıq. Günə nə qədər qazanmağımız bizim önəmlidir. Əsas disiplinli, stabil oturmaq, analiz eləmək, baxmaq, çalışmaq lazımdır ki, kara çıxacam və s. Düzdür, ola bilər elə gün ola bilər ki, mənfi 20 ilə də bağlaya bilərik, mənfi 50 ilə də bağlaya bilərik. Problemdir. Trader o zaman trader olur ki, birinci disiplini yoluna qoyur. İkinci, itki ilə, yəni, necə deyimsə, barışır, yəni itki ilə barışır. Ki, bugün ola bilər mənfi 20 ilə bağlaya bilərəm. Nə olsun, 3 gündür biz karla getirir. Ola bilər nə vaxtsa. Amma növbəti gün onu hayfın çıxacam. Hayfın çıxacam deyəni, yəni, bu məqsəd qoymamışam ki, mən bu balansdayım, yox günə 500 eləyim, 300 eləyim, məqsəd o deyil. Bazar nə verdi, götürdün, getdin. Adama təzə başladın. Demişəm ki, günə 40-50 götürdün, çəkil aradan. 40-50 götürdün, çəkil. Elə insan aya 1000 yığır, nə bilim 1300 yığır və yaxud da 1500 yığır, nə bilim 2000 yığır aya. Bu o demək deyil ki, o səhvdir. O hələ yavaş-yavaş öz psixologiyasını düzəldir, yavaş-yavaş biraz səbri olur, biraz özünə güvən yaranır, stabil artır da, yəni stabil deyil, sürmə 100, yaşa 100. Yəni kimsə çox qazanırsa, Allah canı sağ eləsin, şadlıqlarda xərcləsin, uzun ömrə o insanlara bol qazanclar, yəni mən paxlı insan deyiləm, amma gəlib bunu şəxsidən mənə yazmağın yeri yoxdur qalasın. Çünki burada ikimizə şişitmək üçün yekə balanslar göstərilmir. Burada sadəcə addım atıb yavaş-yavaş getməyimdir. Ola bilər ki, hansı bir nə vaxtsa lig ola bilərəm. Mən demirəm lig olmaya bilərəm. Yəni bu 3-cü dəfə bunun trade'ini çəkib paylaşıram. Yəni bunu pis qarşılamayın dostlar. Hələlik.